Xəstələr ən çox verdiyi sual: həkim, mən əməliyyatdan sonra ağrım olacaq və otura bilərəm, yoxsa yox? Təbii ki, bu normal bir sualdır. Çünki xəstələri ən çox qorxudan sual da budur. Cavabı isə belədir: bu sizin keçirdiyiniz əməliyyata bağlıdır. Əgər sizdə daxili düyün varsa, sizdə əməliyyatdan sonra sağalmanız və işə çıxmağınız daha tez baş verəcək. Çünki daxili düyünlərdə xəstədə demək olar ki, tikiş atma olmur. Xəstənin əməliyyatdan sonraki müddətdə ağrıları daha az olur. Bundan sonra xəstə daha tez müddətdə işinə çıxıb otura da bilir. Yox, əgər sizin artıq 3-cü, 4-cü qreyt babasiliniz varsa, bu çölə çıxıbsa, artıq burada xəstənin reabilitasiya dövrü daha gec olur. Çünki biz burada tikişlərdən istifadə etmiş oluruq ki, bu da xəstənin uzun müddət oturmamağına səbəb olacaq və müəyyən müddətdə ağrıları olacaq. Bir də keçirdiyiniz əməliyyatın növünə bağlıdır. Məsələn, müasir dövrümüzün lazer əməliyyatı var ki, bu əməliyyat çox başarılı əməliyyatlardandır deyək. Xəstələr bu əməliyyatdan sonra daha rahat bir reabilitasiya dövrü keçirirlər. Çünki xəstənin əməliyyatdan sonra ağrıları daha az olur və işə dönmə müddəti də qısalır. Xəstələr yəni 2-3 gündən sonra artıq otura bilib öz işlərinə davam edə bilirlər. Ona görə də artıq biz seçimi xəstələrə buraxırıq. Açıq əməliyyat, lazer əməliyyat istəyirsiniz və xəstəyə əvvəlcədən başa salırıq ki, hansı əməliyyatın yan təsiri nədir, yaxşı təsiri nədir, buna uyğun seçimi xəstəyə buraxırıq.